Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun. Bugün 2026-cı ilin yanvarın ilk həftəsinin bürcləri haqqında sizə məlumat vermək istəyirəm. Paylaşımları bəyənməyi, səhifəyə abunə olmağı unutmayın. Yanvar ayı üçün əziz oğlaqlar, sizin üzərinizə Allahın nurunu arzu edirəm. Ən gözəl günlərini, savabını arzu edirəm. İnşallah uğurlu, savablı, hər bir bürc altında yenə də təkrar edirəm. Yaxşı niyyətində olan insanlara və yaxud da ki, pis niyyətində olan, qəlbi qara insanlara, şeytani əməl edən insanlara, hər bir bürc altında doğulmuş insanlara Allah Taala öz qəlblərinə, tutduğu əməllərinə görə müjdəsini versin. Hər bir şeyə şahid olan, uca bizi yaradan, ahirette sorulu sualımız için bizi nəzarətində saxlayan, şahidi olan Allahımız hər bir bürc altında doğulan niyyətli insanlara öz niyyətlərinin cavabını versin. Amin. Baxaq, inşallah uğurlu gələr, amma təəssüf eləyirəm. Birinci həftəsindən uğursuzluq görürəm. İnşallah uğurlu olar o birisi həftələri. Əziz oğlaqlar, birinci həftədən sizi üçün məlumat vermək istəyirəm ki, kimlərdə ki, hiss edirsiniz şeytani əməl var, cadu var, kimlərdə ki, uğursuzluqlar var, getdiyi işlərinin alınmamazlıqları var, bilin ki, bu şeytani əməldir. Və unutmayın, sizdə olan bu uğursuzluqların cavabını tez bir zamanda özünüz şahidi olacaqsınız. Tez bir zamanda, çünkü magiyanı Allah'ım götürmür, melekler sizi koruduğunu, bayaq da o xatan bürclərində dediyim sözləri təkrar edirəm. Meleklerin qanatları altındasınız, meleklerin qoruyucusu altındasınız. Hər bir uğursuz hərəkət edən insanlara, paxıllığım edən, söhbətinizi, haqsızlığınızı danışan, sizin haqqında yalan danışan, şərə atan insanlar, unutmayın ki, birinci həftəsindən polislə əlaqədar işiniz olacaq. Devlət məmurları sizi tutulma nələriniz olacaq. Ehtiyatlı olun. İş adamları, işinizdə uğursuzluq və günahlandırılacaqsınız. Evdə olan adi sakinlərdən belə polislə əlaqədar şərə düşəcəksiniz. Ehtiyatlı olun və bunların hamısı da nədən irəli gəlir? Şeytani əməldən. Yanvar ayının sonunda belə sizə şeytani əməl etmək istəyəcək. Çünki cadu günlər bu şeytani əməl edən insanları aldadacaqlar. Unudurlar ki, bu da Allah'ın bir qüvvəsidir ki, onları cezalandırmaq üçün Allah Taala onları unutturur. Narahat olmayın. Əvəzində fevral ayından güclü uğurlarınız və yanvarın 4-cü həftənin 1-ci həftəsində işıqcınız olacaq. Çünki Allah'ın sizə qarşı çağırışı, həmən ruhdan düşməyin, Allah'a üsyan etməyin, əksinə dua edin ki, sizə qarşı pis niyyətində olanları Allah Taala'ya tapşırın. Ən uğurlu həftənin günlərindən sizi üçün ikisi 22-si 12-sidir. Ən uğursuz günləriniz 5-i, 15-i, 25-idir və sizə qarşı olan ən pis niyyətləri Allah Taala özü yoluna qoyacaq. Ona görə də əziz oğlaq bürclərim, heç nəyin fikrini çəkməyin, Allahla bərabər olun ki, Allah Taala siz üçün ən gözəl günləri nəsib edəcək. Amin. Yanvar ayı için dolça bürcləri, ümid edirəm Allah'ın izni ilə, Allah'ın keraməti ilə, hər şeyi nəzarətində saxlayan, bizi yaradan Rəbbimin dolça bürcləri üçün yanvar ayı da uğurlu olar. Hər bir insan öz niyyəti ilə, öz ürəyi ilə Rəbbim onların müjdəsini verər. İstər Allah'ı tutan, niyyətində xoş olan insanlara, istər şeytani əməl edənlərə, Allah Taala niyyəti xoş olanlara güzel günləri, şeytani əməli tutan, Allah'ı unudan insanların da cezasını verəcək və ona görə də uğurlu bir ay çıxar inşallah. Əziz dolça bürcləri, sizə ilkin həftəsindən uğurlu və uğursuz gələcək günlərimizin müjdəsini vermək istəyirəm. En başlıcası bunu demek istiyorum, iş adamları,
maaşlarınızın qalxacağı, xəstələrdə, даже kimyalmış xərçəng xəstələrində belə Allahın rifahı, şəfayəti üzərindədir, sevindirici, xəstəlikdən qurtarma, qalib gəlmə, belə bir müjdəsi olacaq. Əziz dolçalar, ailəvizə qarşı pislik edən insanların yaxın bir zamanda böyük bir bəlayla, gözyaşıyla, ailəsindən ölüm xəbəri, uzaq yolunda olanlarından, həmin insanların ölüm xəbəri, evlərinin içində ölüm xəbəri, yanğın və yaxud da ki, su basma kimi sevindirici xəbərləri alacaqsınız. Çünki nəyə görə deyirəm sevindirici xəbər? Şeytani əmələ gedən hər bir insana mən uğursuzluğu Allahdan diləyirəm. Çünki etdiklərini Allahdan diləyirəm. Ki etdiklərinin əvəzini alsın və Allahı yadına salsın ki, Allah var, həyat bumerangdır, hər kəsin üzərindədir. Bəzi biznesdə olan iş adamları, siz ehtiyatınızı əldən verməyin. Çünki yüksək bir mənafə olan biznes görüşmələrinizdə, müqavilələrinizin gecikməyində sizin ən yaxın bildiyiniz adamların xəbər tutması öz xeyirlərinə onları həll etməsini eşidəcəksiniz. Amma yanvar ayının axırıncı 4-cü həftəsində sizə qarşı şeytani əməl edən hər bir kəsin cəzasını almasını, yanvar ayının ortasından son ayında daha da sevindirici halları eşitməyiniz sizin ürəyinizə rifah gətirəcək. Allah'a qarşı üsyan etməyin. Allah Taala hər bir müjün yaxşı insanların üzərində olsun. Sizi üçün düşərsiz ayın 1-i, 11-i, 21-i, ayın 5-i, 15-i, 25-i. Əziz dostlar, mən baxdıqca belə bir qənaətə gəldim ki, bəzi bürclərdə, çoxu bürclərdə 15-i, 5-i, 25-i çox uğursuz gəlir. Bu da Allahın bəlkə bir istəyidir, bilmirəm. Allahın işinə qarışa bilmərəm. Ona görə də sizlərə məlumat verirəm ki, uğurlarınız bol olacaq, darıxmayın. Sizə qarşı pis niyyətində olan insanlar cəzalarını alacaq. Maddiyyətinizi qoruyun, boş yerə maddiyyət xərcləməyin. Çünki yanvar ayının 4-cü həftəsindən uğurlu bir maddiyyət gələcək. Amin. Allah Taala nurunu sizlərin üzərindən əskik etməsin. Amin. Yanvar ayı üçün balıqlar bürcü ən sadə, ən gözəl niyyətli, təmiz qəlbli, insan sevər, heyvan sevər, əziz balıqlar. Ümid edirəm yanvar ayı üçün siz üçün uğurlu olar. Əziz balıqlar, sevinirəm 1-ci həftəsində xəstəlikdən özünüzü qoruyun. Güclü xəstələnə bilərsiniz. Güclü virus sizi tuta bilər. Əziz balıqlar, şərə düşə bilərsiniz. Ehtiyatlı olun. Üzərinizə şeytani əmələ qaçacaqlar. O şeytani əməl narahat olmayın. Allahın izni ilə kim nə etdisə özünə qayıtacaq. Əziz balıq bürcləri, balıq bürcündən olan insanlar, siz böyük bir bizneslə məşğul olanlar və yaxud da dövlətin məmurları, balıq bürcüləri altında doğulan məmurlar, yüksəlişiniz var, müqavilələriniz var, yeni alacağınız hər hansısa bir obyektimi və yaxud da ki mağazadımı, bir şeylərdimi, onlarda güclü uğurlarınız, ruzu bərəkətlərimiz olacaq. Xaricə, indidən siz xaricdə şirkətlərinizi qurun. Çünki gələcəkdə, yaxın gələcəkdə sizlərə lazım olacaq bu. Dövlət tərəfindən, gözəl prezidentimiz tərəfindən tərifnamə deyirsiniz, nə deyirsiniz? Belə bir şeylər sizin nəvinizdə olacaq. İctimaiyyət içərisində alqışlanacaqsınız. Balıq bürcündən olan subay qızlar, gözəl bir sizi üçün yola çıxlığı var və müjdə var, ruzu bərəkətim var, ruzu bərəkətimizin qədrini bilin. Küslü olan balıq bürcləri, çalışın, ailənizdən kimdən küslüsünüzsə onlarla barışın. Əgər siz cəhdinizi edin, onlar barışmayacaqlarsa, günah çünki onlardadır. Mart ayına qədər Allah Taala sizə ən güclü bir qüvvə ilə sizi qoruma altında alıb və sizə qarşı olunan pis niyyətlərdə
cevabını verəcək. Əskərlikdə olan balıq bürclərindən olan igid əskərlərimiz bəzi maniyelərdən, bəzi təhlükələrdən Allah mələkləri ilə sizi qoruyacaq və siz bunların şahidi olacaqsınız. Ailələri, əskərlikdə olan balıq bürclərindən olan ailələr, analar, atalar, bacılar, sevgililər, öz balıq bürcü altında doğulmuş əskəri xidmətində olanlarınız üçün dua edin. Çünkü bəzi təhlükələrdən keçəcəklər. Allah Taala sizləri qorusun, nurunu üzərinizdə qoysun və hər zaman sevinç altında olsun. Və ikinci və sonuncu bir sözüm, bəzi balıq bürcləri var ki, onlar da paxıllığım var. Ola bilsin ki, bu hansısa bürcün sonu balıq bürcünün başlanğıcı və yaxud da balıq bürcünün sonu hansısa bürcün başlanğıcında doğulanlar və yaxud da ki, yaşları sənədlərində səhv yazılanlar, bunlar düşünməlidir ki, şeytani əmələ getmək olmaz. Necə ki, Allah sizi qoruyur, sizin də üzərinizdə nəzəri var. Şeytani əmələ gedərsinizsə, caduya və yaxud da kiməsə qarşı düşmənçilik kimi edərsinizsə, bu da sizlərin öz ayağınıza yazılı və tez bir zamanda sizə olan düşmanlarınıza Rəbbim gösterdiği kimi sizə də gösterəcək. Əziz, bütün bürc altında doğulan mənim gözəl izləyicilərim, istər musalmanı, istər hristiyanı, istər katoliki fərq etməz. Sizlərdən artıq dərəcədə xahiş eləyirəm. Hər bir bürc altında doğulanlar üçün uğurları bol olsun və unutmayın, əgər kiminsə hər hansısa bir, yenə də təkrarımda eləyirəm, günlərində uğuru gəlib uğursuzluq gedirsə, siz öz etdiyiniz günahları axtarın. Nə etdinizsə, kimin günahını yudunuz və yaxud da kimə qarşı şərböttanında atdınız və yaxud da ki, kimisə incitdiniz, qəlbinə dəydiniz. Bunları axtarın ki, halallaşasınız ki, sizə də gələn aylarda, uğuru gələn günlərdə, illərdə Rəbbim uğur gətirsin.